Salam aleykum dostlar, deməli bugün yenə səviyyəli TikTok videoları part 3 M Həsənov videolarına reaksiya bildirəcəyik dostlar. Videoya keçməzdən əvvəl zəhmət olmasa kanalıma abunə olmağı unutmayın xanımlar və cənablar. Hal-hazırda 72 abunəm var. Əmin addımlarla irəliləyirik. Keçid edək videomuza. Məktəbdən evə gəlib vadaskalarını çıxartmağa çalışaram. Çıxardan mı? Yetin. Necə yadıma düşür, o vaxtda bacım məni məktəbə göndərəndə anam işləyirdi. Yəni bacım məktəbə göndərəndə o qədər dar geyindirirdi ki, yəni evə gəlirdim, nə badalaskını çıxarda bilirdim həqiqətən. Yəni nə də məktəbdə ayaq yoluna gedəndə yəni aça bilmirdim şalvarı. Yəni, o dərəcədə sıxırdı, yəni məni belə qəşəng upapopqa edirdi, göndərirdi. Ana əvəzi idi, Allah ondan razı olsun. Buradan salam deyirəm. Elə bir səhv gəlmişik, sən də bilirsən Hər şey bilib, heç nə bilməyən tip. Mən bilirəm, gəl. Sən bilirsən Bəlkə nə olub? xəritədə yazıb baxaq. Deyir, mən bilirəm nə olub. Mən bilirəm, gəl. Məzələm. Yol burdandır, gəl. Hardan? Sən burada yol yoxdur axı. Ha? Oradan Duvara yol bandı var. oyundaq da. Nəzələn mənə nədir var? Ayda bu telefonda bölücüsü işləmir. Həqiqətən zəhləm gedir belə Mən tiplərdən. bilirəm. Ver. M Həsənovdan uzaq. Ha. Qağam indi əldə edəcək. Aha. Neynədin? Hər şey senin də Allah sən bəlanı ver. Ayda acımışam evdə kilisə yeyək. Mən bilirəm. Hara? Sushi Moon. Düşümün. Ha, qağam indi. İstəyirsən ver Bulut göstərim necə da tutmaq bilmir. lazımdır. Yo, mən bilirəm. Nəyi bilirsən? Bax nəyi bilirsən? Bir mən bilirəm ki, heç nəyi bilmirəm. Həmişə sushi buradan yeyirəm mən. Ha, heç olmasa bunu bildin. Ayda geri dırnaqlarımı düzəltdirməyə çox uzanıb. Mən bilirəm. Nə oldu ya, Sherlock hamısını bilirəm. Ne ama bilirmiş ha. Ataların iş görər gün dünya ilə əlaqəsinin kəsilməsi. Dilim qarışdı. Aha. Bunu buradan bağlasam. Altdan yuxarı gəlsən, sol yandan üst yana geçsən. 17'li açar onu. İçine bak. Poyuz geldi. Kuşta gitti kuşlar. Da söz istəyirəm böyle. O vaxt mən kənddə babamla bir yerdə ot bitirdik. Hər yay gedirdik, amma işləməyə gedirdik. Dincəməyə yox. Get o alt yandan üst yandan yuxarı get. Rəhmətli, Allah rəhmət eləsin. Üst yandan yuxarı get, sol yandan get, orada bir dənə taxta var, onu götür gəl. Mən də get sol yandan, üst yandan, alt yandan gedirdim, tapıb gətirə bilmirdim. Sen de gittin ızgırdı yağışlar. Ağa bana ay bana ağa bana çayku. Abi sen yine. Hə, Get, ata. orada mənim instrument şkafımı aç. Görəcəksən orada çamadan var. Çamadanın yanında çekici var. Hə. 2 dənə çörək al gəl evə. Nə? Zoruna. Məsələn, öyrənmək. Tərs köşə. Şəkilimi çıkı hərdə. Mama, Atalara necəsən? pis xəbər necə vermək Şey- lazım? Papağan maşını vurmuşam ay. Dəli sən harda vurdun? Nə bilim qırağını sürtdüm bilmədən maşın alt tərəfi it güyündə bütün. Papaya necə deyəcəm bilmirəm. Gün sənin başına. Şeylə get birdən-birə demə ona. Yavaş yumşalt onu. Yavaş, yavaş, sakitləşdir, sonra yavaş, dinlə. yavaş. Yaxşı da. Papa necəsən? Sağ ol, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Bilirsən nə yadıma düşdü? Yadındadır mən uşaq olanda hər həftənin 6 bazar günü məni parka aparırdın gəzməyə. Hər yadımdadır. 5 yaşım var idi. 6 İndi 26 yaşım var. Vaxt necə tez keçir deyirəm hə. Uçur vaxt bala uçur. Sonra şey olmuşdu. Mən 1-ci sinifdə oxuyurdum. Sən həyətdə işləyirdin ha. Yadıma gəlir. Mən hasara dırmaşmışdım. Sənin xəbərin yox idi. Hasardan az qalsın yıxılırdım, sən tutdun məni. Hə, yadımdadır. Dinc dayanmırdın ki. Arada bir fikirləşim, kaş o gün səni tutmasaydı necə olardı. Mənim Görürsən, arada atalar niyə belə olur, yəni. Və mırtaşırlar,
12 yaşım olanda mənə birinci velosipedimi almışdın. Məni sürməyi sənə öyrətmişdim. Böyle öyrətdim sənə velosiped sürməyi. Döyə. Sonra da ki, ata maşını vurmuşam. Maşın sağ tərəfi yoxdur. İt günündədir maşın. Ay Allah, neynəmsən sən? Arxa qapısını yolda düşüb tapa bilmədim artıq. Qaya indidən əşrədərini denən gözün yum. Ağladım. Gör qalan nə ararsan. Elə 3 saniyə o video. Yəni ki, dostlar, zəhmət olmasa yol riayət qaydalarına hərəkət et. Yol qayda riayət, yol qaydalarına riayət edeyim dostlar. Səhər saat 6-dır. Gedim divarı direllə deşim. Vicdansız. Qonşu Divar dirəyindən paltarlarından deşməyə get. Gemi zibilləri yandırım. Özü həyətdə bir dənə yekə təkər var. Onu yandırım ki, iti versin. Gedim evdə stolları sürütləyim yana bu yana. Aşağı qonşum əsəbdən Yaxşı qonşulardan yaraq. Əziz qonşular. Bıraxın da belə işlərin başsın. Olmadaq. olsun. Gedim qonşuya deyim, axşam qonaqlarım gələcək. 4 dənə stol ver mənə. Bunun Salam Nüşabə, necəsən? Sağ ol, 4 dənə studiyada bu nə pislik oldu ki. Ay qonşum, mən sənə keçən həftə Nimçədə piroq vermişdim. O Nimçə deyəsən səndədir. Onu qaytara bilərsən mənə. Ay qız, yox, sən mənə Nimçə verməmisən. Mən qaytaracam indi deyir rəyində. Məndə Nimçə yoxdur. Hə, yaxşı oldu. Yəqin başqasına ver. Yaxşı, sağ ol. Özünə müğayət. Bir iki manat qiyməti var da, güyan onu nə özdən saxlayırsan. Heç kimə verməyəcəm. Ataların sistəmədiyi övlad tipi. Oradan düz uzun atyorkanı ver mənə. Gəl. Qaqam maşallah bilir ha. 17'li açar da ver. Buyur. Neçədir bu? 17. Ya nə var ki, sizin 4 17. düyümlük qayçını da ver. Saniye. Qaqam Buyur. 4 maşallah. düyümlük qayçı. Nəsə bəhanə İndi bunu axtardım. tapıyorum. Plata ile işlemek için 2 tərəfli 2 plata sıma qurğusunu ver. Al. Bu da sənə plata ile işlemek için 2 tərəfli 2 plata sıma qurğusu. Yox. Sən bunları bilməməlisən. Mən sənə əsəbləşməliyəm. Yox ata, artıq sənin ağılsız oğlun yoxdur. Mən hətta multimetr avtorəqəmsal, yüksək dəqiqlikli, səsli gərginlik test alətini də, proqramlaşdırıla bilən, tənzimlənən DC enerjili təchizat blokunu da, lehimləmək üçün Nikeli və Beynəlxalq Astronavtika Konqresinin sərgi salonunda için istehsalı Məsələn. kosmik raket motorunun silindirlərini sayını da bilirəm. Yox. Nəsə Sən mənim tapacaq oğlum hiss deyilsən. edirəm. Mən heç bunları bilmirəm. Sən necə bilirsən? Hardan bilirəm? Yeni Samsung Galaxy S25 Ultra Arada Sir Code reklam Search gel. funksiyasıyla. Bilmədiyim əşyanın və ya yeməyin haqqında məlumat almaq istəyirəmsə, ekrandakı şəkildə və ya internetdə Samsung gördüyüm hər yorum hansı bir baxımı şəkli eləyərsən dairəyə də, alaraq 72 onun abunəm haqqında var. asanlıqla məlumat əldə edə bilirəm. Allah, bu nədir? Mən indi sən necə səbəşmə? Mən bu dəqiqə sən səbəşmənin variant yoxdur. Mən 7 vur 9 neçə eləyir? Ata 26 yaşım var. Vurma cədvəli vaxtıdır. Kosmosu raketini silindirlərindən daşıyan bir yaxdan sən. O vaxtı öyrənəməmisən vurma cədvəlini, hə? Balta ilə öyrədirdim sən. Yadıma gəlir. 26 yaşın var. Vurma cədvəlini bilmirsənsə, onları niyə öyrənibsən? Bunları da heç olmasa 11-ci sinif qurtarmaq yaxşı şeydir. Deyirəm. Sənə də istəyib bəyəndirmək olmur. Neçə eləyir, hə? Neçə eləyir? Hə, çatdıq deyəsən Elə vurma Ay, cədvəlini mən bilməyənlər ən çox sənə qazanırlar həyatda. Doğrudan. Hə, çox bəyəndim. Hardan öyrənmisən? Çox sağ ol. Uşaqdan yəni maşın sürürəm. Yəni ələkdən keçmişəm, elə öyrənmişəm. Torumuzu bırak gaza bas. Torumuzu bırak gaza bas. Gaz hansıdır mangal. Ata gaz budur da. Yavaş at ikiye. İkiye at. Karabka dağıldı ikiye. Ay eşeği de öyle. Bu maşın kırmızı. Sakla kırmızı da. Rulu geçirteceğim başıma. Çox vaxt verirsiniz nətər olur. Yəni əslində uşaq düz hərəkət edir. Sadəcə yəni ataya qəribə gəlir ki, bu görəsən niyə belə düz şeydir? Görüm nə bəhanə tapıram. Yəni güya bu səhv idarə edir də. Oo, Məhəmməd, təzə maşın almısan? Her bırak almışam. Mübarəkdir, mübarəkdir. Aha. Gör nə deyirəm, sürə bilirsən? Sürəm ben. Hə, yaxşı onu bir də daldala ver baxım da. Şu an görürsen. Sənin mən prava verərəm mənə. Yoxsa indi bu güclü göz dəymədi, yoxsa onun boyluğuydu. Şərhlər də yazın. Ne oldu? Ataların anidən şübhələnməsi.
Aha. Neysən burada? Heç çat uzanmışam. Görürəm bala, kör deyiləm uzanmısan. Görürəm. Prosta niyə bu vaxt uzanmısan? Necə? Deməli oturmuşam kuxnada, saat 11-dir. Saat hələ nədir ki? 23-24 yaşım var. Nəsə yemək yeyirəm. Atam nəsə ayaq yoluna gelir, deyir, balon alarsan. Deyirəm, ata acımdan ölürəm də yemək yeyirəm. Hani. Deyirəm, abla, saata bax, get yat da. Nə durursan deyir. Mən deyirəm, ata, sən gecələr nə yaxşı qalxıb yemək saat yeyə bilirsən, mən yeyəmirəm. Deməli, neysə, belə əhvalatlar, yəni həqiqətən necə var elə görsədir. Dur ki, kömək eləmə, tezərə. Deyir ki, kömək elə. Görək. O nə salfetka orada yerdə? Grip həm də burnumu silmişəm. Burnumu silmişsən. Yaxşı. Dur ki, cəhənnəm ol, tezərə. Ağzı pis şeylər gəlməsin. Kimlə Mən danışdın? Dostumla. Səhərin göz açılmamış? Nə olacaq? Nə dostu hələ? Əmdulla sinif yoldaşım. O da var. Yaxşı. İyi çıxacaqdı ya. Oo, Tural bəy, çıxa bildiniz hamamdan axırda, çıxa bildiniz. Təbrik edirəm sizi. Düz 45 dəqiqədir sən hamamda çimirsən. 45 dəqiqə. 45 dəqiqədir gidrafor Məzələm özünü mi? lezbalayır orada. Dolayısıyla mən özüm bir saat yarıma çıxıram hamamdan, yəni ağzınıza pis bir şeylər gəlməsin. Yəni girirsən hamama, yəni dinmək vaxtıdır. Nəsə duşa girəm, amin yadına düşür ki, görün bir dənə bildiriş var, görün Facebookda, TikTokda, görün nəsə var mı? O üçün söykənirsən hamamın divarına. 40 dəqiqə keçdi, 50 dəqiqə keçdi. Birdən qapını döyürlər, məsələn, anada kimdirsə qapını döyür. Bala, çıx da otaqdan, çıx da hamamdan. Deyirəm, ana 5 dəqiqə qutaram, öyle çıxıram. Hələ duşa girməyibsən. Suyu da bağlamamısan 45 dəqiqə. Nə olub ki? Ayata tərləmişdim, ona görə çinmişəm. Tərləmişdir. Nəsə bir gərgin bir münaqişə baş verir. Bir gərgin bir münaqişənin içərisindən çıxmısan. Tər aparmışdı səni. Sən səhər imsaka yaxın da çimirdin. Nə məsələdir bu? Günahları yuyursan, sən nə edirsən? Estağfurullah. Afrikada cəmaət sənə görə qurulur, susundan. Allah, deyirəm də sən. Allah sizi Sən gözləsin. hamamda sən başqa işlərlə məşğulsan. Sən çimirdin orada. Eyb yox. TikTokla məşğul oldun, nə edəcək? Dostlar, deməli, belə videoların davamını gəlməni istəyirsinizsə, zəhmət olmasa, kanalıma abunə olmağı unutmayın. Oldu dostlar, hələlik növbəti videolarda görüşənədək.